Ata. Şöyle bakmayacağım. Həyətdə değil ki, hanı bu adam? Alo, dayı. Atam ortalıqda yoxdur, evdə də deyil. Nə baş verir? Atan necə evdə deyil? Bir yarım saat əvvəl getmiş olar. Başına bir iş gəlmiş olmasın? Dayı, sən bir adamlarına denən, ətrafa baxsınlar. Bəlkə tapdılar. Bizə deməmiş hara gedərlər ki? Yaxşı Tuncay, mən adamlara deyim bir baxsınlar. Eyvallah dayı. Mən heç nə eləyəməzsən Yegor. Oğlum gələcək. Tuncay gələcək. Düz deyirsən Abdullah. Tuncay gələcək. Onu mən çağıracam. Amma bura yox, başqa yerə. Mən düşünürəm ki, İçinizdən biri öləcək. Ya ata, ya da oğul. Yegor, bax oğluma bir şey olsun. Onun canına bir zərər gəlsin. Səni yaşatmaram. Mənə bax Abdullah, bir gülləlik canım var. O güllə də məndən gəlməsin. Nə istəyirsən hə, düdük? Tuncay, o nə söz deyil, ayıbdır. Bax, telefonu diktofona qoyaram. Atan eşitər bu tərbiyəsizcə sözlər. Sən nə demək istəyirsən ala? Deyirəm ki, atan əlindədir. Atamın canına bir zərər gəlsin. Səni ölməkdən betər eləyərəm Yegor. Sənə konum atacam. Ora gələrsən. Tək və silahsız. Necə güvənmə mən sənə, hə? Atanı qurtarmaq istəyirsənsə, mənə güvənməlisən. Buna məcbursan. Dediyimi elə, atanı al. Alo, dayı. Atamı Yegor qaçırıb. Bilirsən neyniyək? Bu Abbas ağa 100% Yegor'un yanına gedəcək atamı görməyə. Diqqətli qulaq as. Bu plan məncə işə yarayacaq. Qulaq as deməli. Yegor, Abdullah'ı aldım de. Planı yeni yetireceğim de. Deməli Abdullah'ı almışsan. Qəşəng plandır hə. Mənim darda başım istəyir də. Neyse. Konumu at mənə. Bir gəlin mən də görüm bu Abdullah itini. At.
Sənə bir yaxşılıq eləməyə gəldim Abbas ağa. Nə cür bir yaxşılıq? Artıq oğlunun yanına getməyə vaxtın gəldi. Bir görmə telefonunu bırak. Deməli Abdullah bu konumdadır. Gəlirəm Abdullah. Gəlirəm, qoymayacam ölməyi və. Mekan burada, konum buranı göstərir. Səni qurtaracam, ata qurtaracam. Bu nə də var? Bir qayçı var, bir kabellər. Mən çox şübhəliyim ki. Nə dönə bu belə? Nə var ala, nə istəyirsən? Danışma, qulaq as. Qabağında kabellər və qayçı var. Atanın olduğu məkanda bomba var. Biz səni kameradan izləyirik. Əgər düzgün kabeli kəssən, bomba partlamayacaq və bizim adamlar atanı evinə götürəcək. Əgər yanlış kabeli kəssən, o zaman bomba partlayacaq və atan havaya uçacaq. Sən narahat olma. Ona doğru kabeli kəsəcəm. Sonra da səni məzara soxacam. İndi sənə zəng eləyəcəklər. Bu telefonu açıb atanla bir dəqiqə danışa bilərsən. Sonra 2 dəqiqəlik vaxt başlayacaq. Bu vaxt bitənə qədər kabel kəsməsən bomba partlayacaq. Ya da yanlış kabel kəssən partlayacaq. Özünə yaxşı bax. Bak buyur yeter. Ata oradasan ata, ses ver oradasan. Buradayım oğul. Son dəqiqələrimi yaşayıram. Yine danışma ata, yine danışma, kurtaracağım seni. Yine danışma. Məndən bura qədər oğlum. Özünə yaxşı bax. Düşmənlərimizə huzur vermə. Bak sen ölsen biz de ölərik. Əsla. Siz ölməyəcəksiniz. Sən mənim qisasımı alacaqsan oğul. Birlikte olacağıq ata. Birlikte olacağıq, narahat olma. Ben koymayacağım seni ölmeye. Narahat olma. Artıq kabeli kəs. Ölmüm səninlə olsun. Elə demə ata, elə demə. Oğlum boy getdi. 2 dəqiqəlik vaxtın başladı Tuncay. Seni öldüreceğim Yegor. Öldüreceğim seni. Ağzını kesin oğlum ben bunun. Ağzını kesin ben. Son 30 saniye. 29, 28, 27, 26, 25, 24, 23, 22, 21, 20, 19, 18, 17, 16, 15. Ata!
gezdi.